Var ev çok değil, ellerinde ev çalan ne kadarsa ev var. Ha Daşkının 5 evi var. Allah özüne Ha, xeyir. bu yaxınlarda ben baktım şeylere, Dünyaya Sırağa günü. 60 minə yaxın artıq qaçın götürülüb. 60 min. Bu o demək ki 60 min ev boşalıb. Boş. Hanım? Hanı bu evler? Deməli bu satdığa qoy batar oraya yığırlar. Ha, sattığa qoyublar. İndi onu da sabah deyəcəm o. Kişi sattığa qoyub ne ediblər? Banka yığacaklar, bankdan da kuldurlar uğurluyla. Doğru deyir. Yani boş söhbət tamam. Ev yoktur, söhbəti yoktur. Çok 60 min adam evler köçüb. çok. 60 min adam köçüb. Sonra ben bir sözüm. Abi kardeşim. Hatı Nadir'in 37 yaşında subay oğlu var. Bu uşağı ben evlendirebilmirəm. Bu harda yaşamalıdır? Bu ben məsuliyyət daşıydı. Uşağı dünyaya mən gətirmişəm. Mən yerləşdirməliyəm uşağı. İndi uşaqlar neynirlər? Bilirsən, həmkilər görürüm yığışıblar. Deyirlər kişi, sən hazırlaş. Mən yataqxanada yaşayırım. Bizi oxutmayıbsan. Maşın almayıbsan. Əlimizdə sənətimiz yox, bir şey yox. Səni yığışıb atalıqdan siləcəyik. Mən bu uşaqlara nə cavab verim? Böyük uşaqlar. Və sabah mənim cənazəmə kim girəcək? Bəlkə bir çıxış yolunu siz bilirsiniz, bana deyin də.